Salam uşaqlar. Bu gün mən sizə hansı sözlərdə q-ğı əvəzlənməsi baş verir, onu deyəcəm. Q-ğı əvəzlənməsi. İlk öncə deyim ki, sözün sonu q hərfi ilə bitir və ğıya, ğıya nə zaman keçir? O zaman q samiti ğ samitinə keçir ki, sözün sonuna, yəni q'nın yanına saitlə başlayan bir söz əlavə edirik. Məsələn, qayıq sözünü götürürəm. Qayıq. Görürsünüz, sözün sonu q hərfi ilə başlayır. Əgər biz qayıq sözünə samitlə başlayan şəkilçə əlavə ediriksə, məsələn, d. Görürsünüz, d samit ilə başlayan bir şəkilçidir. Və biz qayıq sözünə da şəkilçisini əlavə edirik. Olur qayıqda. Heç bir dəyişiklik olmadı. Qayıqda sözü elə qayıqda sözü kimi də tələffüz də olundu, bu cür də yazıldı. Yəni q samiti ğ samitinə keçmədi. Qayıqda olmadı. Qayıqda yazıldı. Amma biz, məsələn, saitlə başlayan şəkilçi sözü əlavə eləyiriksə, o zaman q ğ samitinə keçir. Məsələn, baxın, qayıq sözünü yenə yazıram. Bir dənə a saiti əlavə eləyirəm. A saiti bilirsiniz də. A saitdir. A şəkilçisi saitlə başlayan şəkilçidir. Yəni saitdir. Ona görə də qayıq sözünə baxın, qayıqa deyə demirik ki, məsəl üçün kiməsə deyirik ki, qayığa min. Artıq burada q avtomatik olaraq ğ-ya çevrildi. Qayıq oldu qayığa. Yəni burada qayıqa sözü deyə bilmərsən. Qayığa deməlisən. Q-ğ-ya keçdi. Saitlə başlayan şəkilçi əlavə etdiyimə görə. Əgər biz saitlə başlayan şəkilçi əlavə eləyiriksə, bu zaman q-ğ-ya keçir. Və burada y əvəzlənməsi də baş verir ki, yenə də bu artıq ayrı bir mövzudur. Bunun izahını başqa vaxt verəcəyim sizə. Hal-hazırda q-ğı əvəzlənməsindən danışırıqsa, saitlə başlayan şəkilçi əlavə eləyiriksə, q-ğ-ya keçir. Samitlə başlayan şəkilçi əlavə eləyiriksə, sözdə dəyişiklik olmur. Yəni q-ğı əvəzlənməsi samitlə başlayan şəkilçilərdə dəyişmir, olmur. Amma saitlə başlayan şəkilçilərdə olur. Və bir də bizim əsas məsələmiz bu testdir. Yəni mən testi izahını vermək üçün əvvəlcə qaydanı sizə xatırlatdım. Və bir də bəzi sözlər var ki, bu sözlərdə saitlə başlayan şəkilçi nə qədər əlavə eləsən də sözün kökü dəyişmir, q-ğ-ya keçmir. Məsələn, haqq sözünü götürək. Haqq. Haqq sözünə, məsələn, haqqındır, görürsüz, in şəkilçisi saitlə saitlə başlayan bir şəkilçidir, saitdir. Haqq sözünə saitlə başlayan şəkilçi əlavə etsək belə ğ əvəzlənməsi baş vermədi. Yəni bəzi sözlər var ki, istisnadırlar ki, onlara saitlə başlayan şəkilçi artırsanız da bu sözlər q-ğ-ya keçmir. Olduğu kimi yazılır. Bizdən məhz buradakı sualda da elə bunu soruşur. Deyir ki, sualımız odur ki, hansı sözdə nöqtələrin yerinə, görürsünüz burada nöqtələr verib. Yəni burada q-ğ-ya nə zaman keçir və yaxud da keçmir, bunun izahını verəcəm. Soruşur bizdən ki, yazılmalıdır. Yəni sadəcə q yazılmalıdır. Q-ğ-ya keçməməlidir. Baxırıq qonaq. Qonaq sözünə q-nı əlavə edirik. Qonağa düzgün bir tələffüz alınmır, özünüzdə görürsünüz. Burada saitlə başlayan şəkilçi əlavə edirik. Q-ğ-ya keçir. Burada q samiti ğ samitinə keçir. Qonağa olur. Sonra qışlaqda deyə bilmərik.
qışlaqda deyirik elə. Qışlaqda olduğu kimi yazıldı və samitlə başlayan şəkilçi əlavə olundu bura. Yarpak sözüdür. Yarpak sözünə saitlə başlayan şəkilçi əlavə edirik. Olur yarpağın qığı əvəzlənməsi baş verir. Buruq sözünə baxırıq. Sözün kökü buruqdur. Yəni qı ilə bitir, amma saitlə başlayan şəkilçi əlavə edirik. Oldu buruğun. Qığı əvəzlənməsi baş verdi təbii ki də. Qı düşdü. Sonra dağlar yazılıb. Burada çox güman ki dağlar olacaq. Burada qı ümumiyyətlə yoxdur. Yəni sadəcə qı samiti yazılmışdır. Yəni cavabımız gördüyünüz kimi hamısında qı gəldi. Bir dənə B variantında qışlaq sözündə samitlə başlayan şəkilçi qəbul elədiyinə görə söz qı, qıya keçmədi. Olduğu kimi qaldı.